Salam əziz dostlar, yoldaşlar, əziz 11-cilər, hər birinizi xoş gördük. Bildiyimiz kimi artıq imtahana təqribən 10 gün vaxt qalıb və biz əvvəldən də söz verdiyimiz kimi 11-ci siniflərə buraxılış imtahanında kömək eləmək üçün bu cür videolar paylaşırdıq. Bu videoların artıq demək olar ki 3-cü hissəsidir mənim tərəfimdən paylaşdırılan. Deməli mən daha çox üstünlük verirəm ikinci hissə test toplusuna olan mövzulara və bu dəfə də yeni test toplusuna yeni əlavə olmuş sualları seçmişəm. 10 dənə sualdır. Və yalnız hələ ki cəbr mövzulardır. İndi gələn dəfə ola bilər ki, elə sabah və ya birisi gündə mən həndəsiyə də aid belə bir 10 dənə sual hazırladım. Və burada yalnız ikinci hissənin sırf cəbr mövzularıdır ki, hansı ki bunlar buraxılışa hər il düşür. İndi çalışacağım ki, bu 10 sualın ətrafında həmən mövzuları da qısa təkrar eləmiş olaq. Əgər bunlar sizə maraqlıdırsa, onda kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Biz də başlayaq birinci sualın həllindən. Qeyd edim ki, bunlar artıq topluya yeni əlavə olmuş suallardır. Yəni əvvəlki illərdə bu topluda yox idi. Ona görə bu dəfə düşmək şansı daha çoxdur. Yəni əgər DİM-də imtahanı biraz daha yeni, maraqlı keçirmək istəyirsə, yəqin ki bu suallardan istifadə edəcək. Deməli, birinci sual nə etməliyik? Yazılıb sinus x bölünsün, 1 çıxılsın, kosinus x çıxılsın. Kotanges x, kotanges x bilirik ki, kosinus x bölünsün, sinus x deməkdir. Bu da bərabər. Daha sonra bu ikisinə ortaq məxrəc tapırıq, onların hasili olur. Yəni 1 çıx kosinus x vurulsun sinus x. Birincinin məxrəcini sinusa vurduğumuza görə sürətli də sinusa vururuq. Onda olur sinus kvadrat x çıxılsın. Digərinin sürəti kosinus x-dir. Kosinus x-i də vurmalıyıq 1 çıx kosinus x-ə. Çünki burada məxrəc sinus x idi. Biz ortaq məxrəcdə 1 çıx kosinus x-ə vurmuşuqsa, buranı da vurmalıyıq. Məxrəci yenidən olduğu kimi saxlayıram. Məxrəci vurub açmağa ehtiyac yoxdur. Sürətdə nə alınır? Sürətdə alınır sinus kvadratı x çıxılsın. Buranı vurub açsaq, kosinus x-i 1-ə vursam, elə kosinus x. Daha sonra kosinus x-i kosinus x-ə, kosinus kvadrat x və hər ikisinin mənfi işarəsi olduğuna görə artıq üstə gəlib kosinus kvadrat x alırıq. Buradan isə sinus kvadrat x ilə kosinus kvadrat x-in cəmi bizə 1 verir. Bu əsas trigonometrik eyniliyi idi. Onda sürətdə alınır 1 çıxılsın kosinus x. Məxrəcdə nə var idi? Var idi 1 çıx kosinus x vurulsun sinus x. Onda bax, sürətdəki məxrəcdəki ifadələr eyni olduğundan bunları ixtisar edə bilərik. Sürətdə bir məxrəcdə isə sinus x qalar. Yəni cavabımız D variantı birinci sualda. Bu trigonometrik funksiyalar mövzusuna aid sual idi. Daha sonra burada artıq son iki sual. Daha çox burada üstünlüyü vermişəm. Yəni trigonometrik funksiyalar və toplama teoreminə aid demək olar sual yoxdur və tənliklərə də aid sual yoxdur. Daha çox trigonometrik funksiyalara, çünki yeni sualların sayı bu mövzuda daha çox idi. Baxın, ikinci sualda sinus, ark, kosinus falan belə şeylər görəndə qorxmayın. 3 pi bölü 2, pi bölü 2 bunlar görəndə çevirmə düsturları yadımıza düşməlidir. Baxın, bunlar bir alfadır, bunlar bir bucaqdır. Onda biz sinus, yəni buradan yazdım da, sinus 3 pi bölü 2 üstə gəl alfa kimi baxsaq buna. Çevirmə düsturuna görə bu neçənci rübə düşür bu bucaq? 4-cü rübə düşür. 4-cü rübdə sinus necədir? Mənfidir. Ona görə cavab olacaq mənfi. 3 pi bölü 2 dəsə adını dəyişir, kosinus olur. Kosinus da bu 3 bölü 2-ni atdıq, alfa. Yəni birinci bizə mənfi kosinus alfa verir. Onu aparıb yerinə yazsaq, mənfi kosinus alfanın da əvəzinə nə yazırıq? Bax, biz kimə alfa demişdik? Ark kosinus 3-də 2. Yazıram ark kosinus 3-də 2. Üstə gəl. İndi eyni qaydada ikinciyə baxırıq. Bax, kosinus pi bölü 2 çıxılsın alfa kimi baxırıq. Yenə pi bölü 2 çıx alfa bu səfər birinci rübə düşür. Kosinus birinci rübdə müsbətdir. Amma pi bölü 2-də adını dəyişir olur sinus alfa. Yəni onun əvəzinə yazırıq sinus, alfanın əvəzinə yenə yazırıq. Daha doğrusu buna bir beta yazmalıydım da, hər ikisini alfa yazmaq doğru deyil də. Eyb yox, olsun ark sinus 7-də 3. Bax, çevirmə düsturlarından belə yazdıq. Daha sonra kosinus, ark, kosinus bunlar bir-birinin tərsidir. Elə burada 3-də 2 qalır. Amma qarşıda da mənfi var deyə, yəni mənfi 3-də 2. Üstə gəl, sinusla da ark sinus bir-birinin tərsidir. Burada da sadəcə 7-də 3 qalır. Biz yəni 7-də 3-dən 3-də 2-ni çıxmalıyıq. Ortaq məxrəc 21 götürsəm, 21-i 7-yə bölündə 3, 3-ə vuranda 9, 21-i 3-ə bölündə 7, 2-yə vuranda 14. Bu da eləyir mənfi 21-də 5. Yəni B variantı. Daha sonra keçdik 3-cü suala. Əvvəlki videolarımızda mən daha çox istifadə olmuş sualları izah eləmişdim sizə. Yəni əvvəlkilərin imtahanı düşmüş sualları izahını paylaşmışdım. Gördüm ki, bəziləri həm sualların asanlığından
narazıdır, bəziləri yeni suallar axtarır. Ona görə də bu səfər sırf topluya yeni əlavə olmuş sualların üstündən başladım izah verməyə və yəqin ki, indən sonra da belə davam edəcəm. İmtahana qədər də tez-tez belə videolar çalışacağam ki, paylaşım. Həm 9 martda, həm 15 martda, elə həm də məzunlar üçün də aprelin 19-una qədər. Deməli deyir ABCD kvadratında SG bölü YD 5 bölü 3'dür. Onda mən SG-yə 5K, gəlin biraz bu sualı yaxınlaşdırım. SG-yə 5K, YD-yə də 3K yaza bilərəm. Onda kvadratdırsa bu, cəmi bu tərəf nə qədər oldu? 8K. Yəni digər tərəflərin hər birinə 8K yazmaq olar. İndi məndən də soruşur tangens alfanın. Bu sual iki cür yanaşma olar. Görürəm ki, alfanın qarşısında bitişik katet falan yoxdur axı. Çünki tangens alfa nə deməkdir? Qarşı katet böl bitişik katet. Onda Y nöqtəsindən AD-yə paralel və yenə bir dənə belə düz xətt çəkərəm. Aşağıya paralel. Onda bura 90 dərəcə olduğuna görə burada paraleldirsə 90 dərəcə olacaq. İndi düzbucaqlı üçbucaq yarandı burada. Mən istəyən düzbucaqlı üçbucaq yarandı. İndi bu çəkdiyim bu məsafənin uzunluğu elə 8K-ya bərabər olur. Burada da SY 5K idisə, burada bir M nöqtəsi desəm, onda BM də elə 5K olacaq. Aşağıda təzədən 3K. İndi alfanı tapmaq istəsəm tangens alfa. Dediyim kimi alfa bucağının tangesi nə deməkdir? Qarşı katet böl bitişik katet. İndi alfanın qarşısındakı katet 8K bölünsün alfaya bitişik katet. Bura qədər, M-ə qədər, o da 5K idi. K'lar getsə 8 böl 5. Amma yəni cavab Y variantı. Amma bu sualı belə də yazmaq olardı. Yəqin ki, bu sualın məqsədi budur ki, belə yazılsın. Bura alfa yazıblarsa uşaqlar. Burada dedik ki 3K, bura 5K tapdıq. Bu 8K heç nə, bu dəyişməz. İndi biz alfanı tapamırıq tangesini. Amma biz bilirik ki, əgər alfa ilə betanın cəmi 90 dərəcədirsə, onda tangesi alfanın əvəzinə kotanges betanı tapmaq olar. Yəni bunlar eyni qiymət verir. Bir də baxın bura bir beta desəm, bilir ki kvadratda bu alfa ilə betanın cəmi 90 olmalıdır. Onda mən tangens alfanı soruşmur məndən. Mən də bilirəm ki kotanges beta ilə ona bərabərdir. Kotanges betanı tapıram. Bəs beta bucağının kotangesi nə deməkdir bu səfər? Kotanges bitişik katetin, betaya bitişik katet görsün 8K'dır. Bölünsün qarşı katetə nisbət. Betanın qarşısındakı katet 5K'dır. Yenə cavabımız görsünüz 8 böl 5 alınır. Yəni Y variantı. Keçdik 4-cü suala. 4-cü sual ehtimal nəzəriyyəsinə aid sualdır. Deməli deyir ki, A çoxluğunun elementləri 2, 3, 4, 5, 6, 7. Bunların arasından təsadüfi seçilmiş ikisinin cəminin 8-ə bərabər olması ehtimalı. Ümumiyyətlə uşaqlar hər hansı hadisənin ehtimalı tapanda, tutaq ki, bir A hadisəsinin ehtimalını tapırıq. Əlverişli halların sayını və yaxud əlverişli nəticələrin sayını, əlverişli sözünü ötürü yazım ki, bu H hərfinə oxşamasın. Nəsə, əlverişli, yenə H hərfinə oxşadı. Əlverişli halların sayını, nəticələrin sayını bölüyüm mümkün halların sayına. Mümkün. İndi birinci gəlin mümkün hallar tapaq. Mümkün hal nə deməkdir? Bax, A çoxluğunun neçə dənə elementi var? 2, 3, 4, 5, 6, 7. Yəni NA A çoxluğunun elementləri sayı 6 dənədir. 6 dənə element var. Biz bunun içindən təsadüfi seçilmiş 2 dənə element seçiriksə, deməli bunu kombinzonla seçməliyik. Niyə kombinzonla seçməliyik? Tutaq ki, 2 element seçdim. 2, 3. Bunun fərqi var. 3, 2 oldu. Yer dəyişmənin fərqi yoxsa deməli kombinzondur. Deməli, yəni biz mümkün halların sayı seçilir. Kombinzon 6 elementdən 2 dənə. Onsuz da elə kombinzon mənası odur da. Yəni 6 elementli çoxluğun 2 elementli ad çoxluğunu tapmaqdır. Kombinzon 6-dan 2. Bu da bizə verəcək 6 faktorial bölünsün, 2 faktorial vurulsun, 4 faktorial. Bu da 6 faktorial biz yaza bilərik. 6 vur, 5 vur, 4 faktorial. Bölünsün aşağıda da 2 faktorial vur, 4 faktorial. 4 faktorial getdi. 6 vur 5, 30. 2 faktorial da elə 2 eləyir. Yəni 15. Deməli, mümkün halların sayı 15-dir uşaqlar. Məxrəcə gətirdim 15 yazdım. İndi bəs sürətdən olmalıdır. Sürətdə əlverişli halların sayı. Yəni bizdən nə istəyir? Bizə lazım olan nədir? Bizə deyir cəmin 8-ə bərabər olması hadisəsi. Əlverişli hadisə, əlverişli nəticə budur. Cəmin 8-ə bərabər olması. Yaxşı, cəm də hansı hallarda 8-ə bərabər ola bilər? Baxıram ki, bax məsəl üçün 2 ilə 6-nı götürsəm, hə, cəm 8-ə bərabər olar. 3 ilə 5-i götürsəm, cəm 8-ə bərabər olar, amma başqa hal yoxdur artıq. Məsələn, 4 ilə 6-nı götürsəm olmur, 4 ilə 7 olmur. Başqa cəm 8 eləyən variant yoxdur. Əlverişli halların sayı yalnız deməli 2 dənədir. Onda sürətdə də yazıram 2. Deməli, mümkün halların sayı 15 idi, əlverişli halların sayı 2. Onda ehtimalımız 15-də 2. Yəni A variantı.
Keçdik 5-ci suala. Bu da elə ehtimal nəzəriyyəsinə aid yeni sualdır. Nisbətən asanlarını seçmişəm, amma çox güman ki, bəlkə də ehtimaldan ətraflı yazılı cavab tələb edən sual da düşə bilər. Çünki çox vaxt belə olur. Amma bu dəfə qapalı suallar seçdim, amma gələn dəfə çalışacağam ki, ətraflı yazılı cavab tələb edən suallarda ehtimaldan sizin üçün izah edeyim. İndi 5-ci sual deyir ki, bir zər ardıcıl olaraq 2 dəfə atılır. Bax, bunu bilməliyik ki, əgər 2 zər atılırsa və yaxud bir zər ardıcıl olaraq 2 dəfə artılırsa, onda mümkün halların sayı və qısa hərflərlə yazın da bunu. Mümkün nəticələrin sayı yazacağında. Mümkün halların sayı, mümkün nəticələrin sayı. Onda olur 36 dənə. Əgər 2 dənə zər ardıcıl olaraq 2 dəfə atılıbsa, daha doğrusu bir zər ardıcıl olaraq 2 dəfə atılıbsa və yaxud 2 zər eyni anda atılıbsa, 36 dənə mümkün hal var. Çünki hər zərin 6 üzü var. 6 vur 6, 36 dənə mümkün hal var. Bu da deyir ki, zərin, yəni mümkün halların sayı 36. İndi biz əlverişli halları axtarırıq. Əlverişli halların sayı. Bu da deyir ki, zərin üst üzünə birinci dəfə düşən xalın ikinci dəfə düşən xaldan 2 vahid böyük olmaz. Əlverişli halımız çox qəlizdir əslində. Üst üzə düşən birinci dəfə düşən xalın, bax birinci dəfə düşən xalın, ikinci dəfə düşən xaldan 2 vahid böyük olmaz. Bu nətər ola bilər? Ola bilər ki, birinci dəfə 3 düşdü, ikinci dəfə 1. Görürsünüz, birinci dəfə düşən ikincidən 2 vahid böyük oldu. Aralarında 2 vahid fərq var. Amma birincidə 2 düşsə gərək ikincidə 0 düşər. Bu zərin də üstündə 0 yoxdur axı. Bu hal mümkün deyil. Ona görə bu hala baxa bilmərik. Birincidə ən azı 3 düşə bilər onda, deməli. Onda ikincidə gərək ondan 2 vahid az düşsün. 1 düşsün, daha sonra birincidə 4, ikincidə 2, sonra birincidə 5, sonra 3, bunda 6, burada 4 düşə bilər də zərin üstündə 7 rəqəmi yoxdur deyə də burada dayanmalıyıq. Deməli, bax bunlar bizim əlverişli hallarımız sayılır. 1, 2, 3, 4 dənə əlverişli hal oldu. Gördünüz, əlverişli halların sayı 4. Onda hadisənin ehtimalı tabanı dedi ki, əlverişli halların sayı bütün mümkün halların sayına bölürük. 36'da 4 ixtisar eləsək 9'da 1. Yəni cavab Y variantı. Daha sonra 6-cı sual kompleks ədədlər mövzusuna aid sualdır. Bir balaca çaşdırıcıdır. Uşaqlar görəndə onu qorxurlar. Üstündə 7 falan görəndə. Nə etməli uşaqlar? Deməli, məxrəcin qoşmasına vurmalıyıq hər tərəfi. 1 çıx idi məxrəcdə. Onun qoşması nədir? 1 üstəgəl idi. Məxrəci də vururam, sürətdə vururam 1 üstəgəl i-yə. Onda sürətdə 1 üstəgəl i-dən 7 dənə var idi. Bir dənəsinə də vurdumsa sürətdə oldu 1 üstəgəl i-dən 8 dənə. Məxrəcdə isə bax 1 çıx i-ni 1 üstəgəl i-yə vuranda alınır 5 vurulsun 1'in kvadratı çıx i-nin kvadratı. Daha sonra məxrəcə gəlin biraz araşdıraq. I-nin kvadratı biz bilirik ki -1 verir. Onda 1'in kvadratda 1 verir. 1 çıx -1 bizə 2 verir. Yəni aşağıda alınır 5 vur 2. Sürətdə nə alınır? Bunun 1 üstəgəl i-nin kvadratını tapaq uşaqlar birinci. Bizə 8-ci qüvvət lazımdır. Sonra da təzədən bir dənə də 4-cü qüvvətə qaldırarıq. Birbaşa 8-i tapmaq çətin məsələdir. İndi məxrəcdə nə alındı? 2 vur 5 yəni 10. Sürətdə 1 üstəgəl i-nin kvadratı. Bu bizə verir 1'in kvadratı yəni 1. Müxtəsər masuna. Üstəgəl onların hasının 2 misli yəni 2. Üstəgəl bir də i-nin kvadratı. Bunun üstünə təzədən bir də tapmalıyıq hələ 4-cü dərəcəni. İndi i-nin kvadratı -1 olduğundan -1 ilə müsbət 1 getdi. Sürətdə qaldı 2i üstü 4 aşağıda 10. Bu da eləyir 2'nin üstü 4 16 i üstü 4 böl 10. I üstü 4'dəki uşaqlar i kvadratının kvadratıdır. I kvadratda -1 isə -1'in kvadratı bizə nə verir? Müsbət 1 verir. Yəni i üstü 4 ilə 1'dir. Onda 16 böl 10 qaldı. I üstü 4 1 ilədir. Bu da ixtisar eləsək, heç nədə ixtisar eləmək ilə 1/6 qalır da böləndə. Deməli cavabımız elə 1/6. Ümid edirəm ki aydın oldu. Keçdik 8-ci suala. Bax 8-ci sualda çox maraqlı sualdır və yeni tip sual saymaq olar bunu. Verilib ki 3 üstü x bərabərdir 11 olarsa loqaritma 11 əsasından 33 üstündə x ifadəsinin tam hissəsini tapın. Yəni bizdən birbaşa cavab istəmir, sadəcə tam hissəni istəyir. Necə tapmalıyıq tam hissəni? Baxın uşaqlar, burada 33 üstündə x yazılıb. Gəlin onu biraz sadələşdirək. 33 üstündə x'i biz yaza bilərik. 3 vur 11 33'ün əvəzinə. Sonra üstündə x. Bu da bizə verir 3 üstü x vur 11 üstü x. Əgər 3 üstü x'in də 11 olduğunu şərtdə vermişsə, bunun əvəzinə 11 yazsam, bunu 11 vurulsun 11 üstündə x. Bu 11'in üstündə 1 var. Vuranda qüvvətlər toplanır 11 üstü x plus 1. Onda aparıram bax 33 üstü x'in əvəzinə bu tapdığım qiyməti yazmağa. 11 əsasından 11 üstü x plus 1. Bu da bilir ki, elə bu ifadənin cavabı bizə nə verir? Elə x plus 1 verir də.
Deməli, bizdən soruşan ifadə x plus 1-ə bərabərdir. Bunun tam hissəsini soruşur. Bəs x özü necədir ki, bunun tam hissəsini nətə tapım? X-i buradan baxırıq uşaqlar. 3 üstü x 11-ə bərabərdirsə bu nə deməkdir? Bu deməkdir ki, x bərabərdir loqaritma 3 əsasından 11-ə. Yəni 3-ün hansı qüvvəti 11-dir? Mən bilirəm ki, 3 üstü 2 11-dir. 3 üstü 3 artıq 20, 3 üstü 2 11 nə idi? Təzə qanun çıxartdıq. 3 üstü 2 9-dur. 3 üstü 3 27-dir. 11 də bu 9 ilə 27-nin arası olduğundan. Deməli, x də bu 2 ilə 3-ün arasındandır. Yəni 2 tam neçə? Tutaq ki, 2 tam onda 1-dir məsəl üçün. Onda aparıb yerinə yazsam, x-in 2 tam onda 1 qiymətini. Buradan tapdım. 2 tam onda 1, tutaq ki, üstünə 1 gələndə 3 tam onda 1, məsəl üçün deyək də. Əsas odur ki, tam hissə neçə olacaq? Tam hissə olacaq 3. Bizdən elə ədədin tam hissəsini soruşurdu. Bu da çox maraqlı sualdır. Sonra 8-ci sual artıq üslü tənlikdir. Burada necə eləməliyik? Burada uşaqlar sürətdə 1 çıx 3 üstü 3x yazılıb. Biz ona baxa bilərik 1-in kubu çıxılsın 3 üstü x-in kubu kimi. Məxrəzdəkindən işimiz yoxdur, ona görə məxrəci yazmıram. Sürətdəkini indi kublar fərqi düsturunu tətbiq eləsək olacaq 1 çıx 3 üstü x. Sonra bir dəfə 1-in kvadratı, yəni 1 üstə gəl, bir dəfə onların hasili, yəni 3 üstü x, bir dəfə də 3 üstü x-in kvadratı. Məxrəzdə də nə var idi elə? 1 üstə gəl, daha doğrusu məxrəzdə də belə idi də. 3 üstü 2x, üstə gəl 3 üstü x, üstə gəl 1. 3 üstü x-in kvadratı uşaqlar, onsuz da burada 2 ilə x vurulur, 3 üstü 2x edir də bu. Yəni bu məxrəzdəki bu ifadə ilə sürətin o ikinci vurğu eynidir. Onlar ixtisar getdi. Sadəcə nə qaldı? 1 çıx 3 üstü x qaldı. Bizə də 1 çıx 3 üstü x-in mənfi 242 olduğunu veribsə, deməli 3 üstü x müsbət 243 imiş. Bəs 243 özü də 3 üstü 5 deməkdir. Onda 3 üstü x oldusa 3 üstü 5, deməli onda x də elə 5 deməkdir. Yəni buradan da x-i 5 tapdıq. Tənliyi həll edin, yəni x tapmağımızı istəyirdi, cavab 5. Keçdik 9-cu suala. 9-cu sualda funksiyalar mövzusuna aiddir. Elə ikinci hissənin ən birinci mövzusu. Bu mürəkkəb funksiya başlığındadır bu sual. Deməli verib ki, f3x çıx 1 bərabərdir 2x plus 7. Sonra verib ki, j2x çıx 3 bərabərdir 3x çıx 1. Deməli, olarsa deyir f J5-i tapın. Əvvəlcə uşaqlar görürsünüz, burada J5-i tapmaq lazımdır. J5. J5-i tapmağa biz həmişə öyrəşmişik, aparaq x-in yerinə 5 yazaq. Amma bizə verilən funksiya bir qədər qəribə formadadır. Biz J5 yazılıb, orada da yazılıb J2x çıx 3 bərabər 3x çıx 1. Uşaqlar, biz x-in yerinə 5 yox, mörtəzənin içini 5 eləməliyik. Çünki bizdən J5-i soruşur. Yəni biz 2x çıx 3-ün yerinə 5 yazmalıyıq. Onda buradan 2x bərabər 8, x bərabər 4 alınır. Deməli, mən J5-i tapmaq üçün x-in yerinə 4 yazmalıyım. Həqiqətən, bax, x-in yerinə 4 yazsaq, burada J5 alınır. Burada da x-in yerinə 4 yazsaq, 3 vur 4 çıx 1, yəni 11 alınır. Deməli, J5 11 imiş. Ona gətirəm bu qiyməti yerinə yazıram. F, J5-in əvəzinə yazıram 11. İndi F11-i tapmalıyam. Yenə, x-in əvəzinə 11 yazmaq doğru deyil. Mən mörtəzənin içini 11 eləməliyəm. Yəni, həmən o 3x çıx 1 var, ha. Onu eləməliyəm 11. Buradan 3x bərabər 12, x bərabər 4 alınır. Deməli, mən f11-i tapmaq üçün x-in yerinə 4 yazmalıyam. Onda x-in yerinə burada aparıram 4 yazıram. Olur 2 vur 4 üstə gəl 7. Bu da 8 üstə gəl 7. Yəni 15. Son olaraq deməli FJ5-imiz 15 elədir. Cavabımız 15. Ümid edirəm ki, aydın oldu. Bax, birinci bu içəridəki J5-i ayrıca hesabladıq. Onun 11 olduğunu tapdıq, gəldik, yazdıq yerinə. Sonra F11-i ayrıca hesabladıq. F11-i hesablamaq üçün dedik ki, bax, bu içərini 11-ə bərabər elədik. Buradan x-i 4 tapdıq deyə x-in yerinə burada 4 yazdıq. Son olaraq bu sualda birləşmələr nəzəriyyəsinə aid sualdır. Ehtimaldan 2 dənə sual salmışdım. Bu da birləşmələr nəzəriyyəsinə aid 3-cü sual. Böyük ehtimal ki, amma buraxılışa ehtimal düşəcək. Amma birləşmələr nəzəriyyəsi də düşə bilər. Deməli, nə deyir? Deyir ki, 2 fizika, 3 kimya və 2 riyaziyyat müəllimi dairəvi masa ətrafında 7 stulda eyni fənni tədris edənlər yan-yana olmaqla neçə fərqli şəkildə otura bilər? Birinci onu deyək ki, uşaqlar, dairəvi masada söhbət necə idi? Tutaq ki, 5 nəfər normalda 5 nəfər neçə fərqli üsulla otura bilər? 5 faktorial. Aralarına yer dəyişmə eləyə bilərlər. Amma dairəvi masada belə deyildi. Dairəvi masada n-1 faktorialını hesablayırdıq. Bunun da səbəb haqqında danışmaq olar, amma nəsə burada qısa keçirəm. Deməli, n-1 faktorial. Amma burada da bizə deyir ki, 2 fizika, 3 kimya, 2 riyaziyyat müəllimi var. Burada tutaq ki, fizika, burada kimya, burada riyaziyyat müəllimi var. Eyni fənni tədris edilən müəllimlər yan-yana olmalıdır.
Yəni bax riyaziyyat müəllimləri neçə nəfərdir? 2 nəfər. Bax bunlar mütləq yan-yana oturmalıdırlar. Fizikanı tədris edənlər 2 nəfər yan-yana oturmalıdırlar. Kimyanı tədris edənlər 3 nəfər. Onlar yeni yan-yana oturmalıdırlar. Yan-yana otururlar deyə mən onlara elə bir adam kimi baxdım. Bax onu bir dənə təkcə riyaziyyat yazdım, bir dənə fizika, bir dənə kimya. Deməli artıq bunlar masanın ətrafında elə bir 3 dənə təmsilçi kimidirlər də. 3 dənə təmsilçi. Biri fizikanı, biri kimyanı, biri riyaziyyatı təmsil edir. Onda neçə faktorialla bunlar yer dəyişmə edə bilərlər? 3 dənə adamdılarsa 3 çıx 1 faktorial, yəni 2 faktorialla öz aralarında yer dəyişmə edə bilərlər. Amma əlavə olaraq vurmalıyıq nəyə? Riyaziyyat müəllimləri 2 nəfərdir, öz aralarında da yer dəyişmə edə bilərlər. Məsələn, biri solda, biri sağda, biri sağda, biri solda. Belə otura bilərlər. Ona görə də öz aralarındakı yer dəyişmənin sayına vururuq 2 faktorial. Daha sonra fizika müəllimləri də 2 nəfərdirlər. Öz aralarında yenə də yer dəyişmə edə bilərlər. Ona görə 2 faktoriala da vurmalıyıq. Kimya müəllimləri 3 nəfərdir. Onlar da öz aralarında yer dəyişmə edə bilərlər. Ona görə bir dəfə də 3 faktoriala vurmalıyıq. Bu da eləyir. Elə 2 faktoriallar 2 deməkdir. 3 dənə 2 var. Bir dənə də 3 faktorial da 6 deməkdir. Yəni 8 vur 6, bu da 48 eləyir. Deməli 48 fərqli şəkildə otura bilərlər həmən müəllimlər. Bir daha deyim, bu yan-yana söhbəti biraz məsələni formasını dəyişdim. Əgər eyni fənni tədris edən müəllimlər yan-yana oturursa, yəni onlar bir fizika F hərfi başlığında oturacaqlar. Biri kimya, biri riyaziyyat. Amma öz aralarında yer dəyişmə edə bilərlər. Məsəl üçün burada mən oturdum. Tutaq ki, Cavid. Burada Hüseyn müəllim oturdu. Riyaziyyat müəllimləri. Sonra Hüseyn müəllim burada oturdu. Mən burada oturdum. Görürsünüz, 2 dənə hal yer dəyişmə edə bilərik. Yəni 2 faktorial. Onu elə 2 dənə də yazmaq olardı. Kimya müəllimləri 3 nəfərdir. Öz aralarında 3 faktorial yer dəyişmə edə bilərlər. Ona görə də həmən yer dəyişmələrə vurmalıyıq. Deməli cəmi 48 fərqli şəkildə otura bilərlər. Və beləliklə də bu 10 dənə yeni sualın izahına gəldik, sona çatdıq. Ümid edirəm ki, faydası olar sizə, imtahanda oxşarı düşər. Oxşarı düşməsə də məncə elə məlumatlar oldu ki, bunlar sizə digər suallarda da lazım olacaq. Əgər videonu bəyəndisə, onda bunu bildirməyi, şərhlərdə bildirməyi və yaxud elə like işarəsindən bildirməyi, kanala abunə olmağı unutmayın. İmtahana qədər dediyim kimi belə silsilə videolar davam edəcək. Siz də bizə dəstək olun, biz də sizə dəstək olaq ki, imtahanda da nəticəmiz yüksək olsun. Sağ olun, salamat qalın, növbəti videolarda görüşənədək.